Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Dostlar, Inventor'ın pompasını soruşurlar məndən. Inventor nədir? Demək, motordan isti suyu çəkir babırayla özünə. Burada içində ventilyatoru var, nasos var. Buradan da itələyir radiatora. Radiator gənə soyudur, oradan itələyir motora. Motordan da bu nasos vasitəsilə suyu çəkir özünə. Göndərir təzədən radiatora soyudur. Bu 20 kuzan Inventor'ın pompasıdır. Yəni siz də baxın diqqətlə, görün ki, bu nədir? Belə deyək, bax, çoxları soruşur Inventor'ın pompasının məqsədi nədir? Mən indi gəlmişəm, öz 20 kuzamda bunu dəyişirəm. Düzdür, hələ ki bir dəyişmək haqqında zadda çəkilişlər eləmirəm. Sadəcə olaraq bu Inventor'ın pompasının nə olduğunu mən sizə başlayacağım. Yəni bu maşında çox vacib bir şeydir. Motor bildiyiniz kimi isinir, isti suyu çəkir bura, buradan da itirir. Yəni bu nasosdur da ortalıq istini çəkir, su oturur radiatora, radiatordan da dalından su basır deyə radiatorda göndərir bu motoru xanaya. Onu deyim ki, dostlar, bax bu Inventor'ı qiyməti 40 manatdır, pompanın qiyməti 40 manatdır bu şeyindir. 20 kuzanın özünküdür, amma bunu dəyişib 30 kuzan üçün qoymaq olur. Kanala abunə olun dostlar. Videolarımı bəyənin. Belə şeylər, videolar tez-tez gəldi.